Salam uşaqlar. Bugünkü dərsimizdə biz elektrolitik dissosiasiya mövzusunun davamı olaraq elektrolitlərin, konkret olaraq turşuların, qələvilərin və duzların dissosiasiyası haqqında danışacağıq. Öncəliklə gəlin turşuların dissosiasiyası ilə tanış olaq. Suda həll olan bütün turşular məhlulda hidrogen və turşu qalığı ionlarını əmələ gətirirlər. Bir də yadımıza salaq ki, turşular bir əsaslı və çox əsaslı olmaqla bir neçə qruplara bölünürlər. İlk öncəliklə gəlin biz bir əsaslı turşuların dissosiasiyası ilə tanış olaq. Ümumilikdə turşuların əsaslılığı dissosiasiya zamanı onların əmələ gətirdikləri hidrogen ionlarının sayı ilə müəyyən olunur. Bir əsaslı turşular bir mərhələdə dissosiasiya edərək müsbət yüklü hidrogen və mənfi yüklü turşu qalığı ionlarını əmələ gətirirlər. Məsələn, xlorid turşusunda və yaxud nitrat turşusunun dissosiasiyasında olduğu kimi. İki əsaslı turşular isə iki mərhələdə dissosiasiya edirlər və dissosiasiya zamanı 1 mol turşu 2 mol müsbət yüklü hidrogen ionlarını əmələ gətirir. Üç əsaslı turşular isə 3 mərhələdə dissosiasiya edirlər. Məsələn, 3 əsaslı ortofosfat turşusunda olduğu kimi. Dissosiasiya zamanı bu turşu 3 əsaslı olduğu üçün 3 hidrogen ionunu əmələ gətirir. Onu da qeyd edeyim ki, çox əsaslı turşuların dissosiasiyası əsasən birinci mərhələdə daha sürətlə gedir. Növbəti mərhələlər isə dönər proseslərdir. Yəni, bu zaman dissosiasiya prosesi ilə yanaşı, eyni zamanda assosiasiya prosesi də baş verir. Beləliklə, suda məhlullarda hidrogen ionu artıq biz bilirik ki, keçmiş dərslərimizdən su dipolları ilə əhatə olunduğundan o hidroksonium ionu şəklində olur məhlulda. Eyni zamanda mənfi yüklü turşu qalığı ionları da su dipolları ilə əhatə olunduğundan deməli, İonlar ümumilikdə məhlulda dissosiasiya edən zaman hidratlaşmış vəziyyətdə olurlar. Bunu nəzərə alaraq dissosiasiya prosesini tam şəkildə bu cür ifadə etmək olar. Turşuların dissosiasiyası ilə tanış olduqdan sonra artıq deyə bilərik ki, turşular suda məhlullarda dissosiasiya etdikdə kation olaraq yalnız müsbət yüklü hidrogen və ya hidroksonium ionu, anion olaraq isə mənfi yüklü turşu qalığı ionlarını əmələ gətirən mürəkkəb maddələrdir. Turşuların xassələri, yəni onların indikatorlara təsir etməsi, turş dada malik olması məhlulda hidratlaşmış hidrogen ionlarının, yəni hidroksonium ionlarının olması ilə izah olunur. İndi isə gəlin lakmusun turş mühitdə rənginin nə cür dəyişdiyini görək. Bilirik ki, indikatorlardan olan lakmus neytral mühitdə bənövşəyi rəngə malikdir. Lakin turş mühitə 1-2 damcı lakmus damızdırdıqda həmin mühitdə lakmus rəngini dəyişərək qırmızı rəngi alır. Buna səbəb mühitdə hidrogen ionlarının olmasıdır. Beləliklə, lakmus turş mühitdə qızarır. Buna səbəb hidrogen ionlarıdır. İndi isə uşaqlar, əsasların dissosiasiyası ilə tanış olaq. Dissosiasiya zamanı anion olaraq yalnız hidroksil qruplarını əmələ gətirən mürəkkəb birləşmələrə əsaslar deyilir. Əsaslar da bir turşulu və çox turşulu olmaqla bir neçə qrupa bölünür. Öncəliklə gəlin bir turşulu əsasların dissosiasiyası ilə tanış olaq. Bir turşulu əsaslar o əsaslara deyilir ki, onların tərkibində olan hidroksil qruplarının sayı 1 ədəddir. Beləliklə, bu cür əsaslarda bir mərhələdə dissosiasiya edir. Məsələn, natrium hidroksidində və yaxud kalium hidroksidində olduğu kimi. Suda həll olan əsaslara qələvilər deyilir. Qələvilər məhlulda tam dissosiasiya edirlər. Qələvilər bildiyimiz kimi birinci qrupun əsas yarım qrup metalları və ikinci qrupdan berilyumla maqneziumu çıxmaq şərti ilə qalan əsas yarım qrup metallarının suda həll edən zaman əmələ gətirdiyi mürəkkəb birləşmələrdir. Bunlara biz qələvilər deyirdik. Suda həll olmayan əsaslar da var ki, bunlar da dissosiasiya edir. Lakin bunların dissosiasiyası çox cüzi olur. İki turşulu əsaslar 2 mərhələdə dissosiasiya edilir. İki turşulu əsasların tərkibində 2 hidroksil qrupu olur. Öncəliklə birinci mərhələdə bir hidroksil qrupu, ikinci mərhələdə isə ikinci hidroksil qrupu dissosiasiya
edir. Əsasların xassələri, yəni onların indikatorların rəngini dəyişməsi, aşındırıcı xassəyə malik olması dissosiasiya zamanı onların mühitdə hidroksil qrupunu əmələ gətirməsi ilə izah olunur. Bu şəkildə biz yenə də lakmusun qələvi mühitdə rəngini dəyişdiyini görürük. Neytral mühitdə lakmus bənövşəyi rəngdədir, qələvi mühitdə isə o göy rəng alır. Buna səbəb mühitdə mənfi yüklü hidroksil iyonlarının olmasıdır. Bilirik ki, suda həll olan əsaslar və suda həll olmayan əsaslar yanaşı eyni zamanda amfoter hidroksidlər, yəni əsaslar da mövcuddur. Bu cür əsaslar cüzi dissosiasiya edir. Lakin mühitdən asılı olaraq dissosiasiya zamanı amfoter hidroksidlər müsbət yüklü hidrogen, həm də mənfi yüklü hidroksil iyonlarını əmələ gətirə bilirlər. Bu cür hidroksidlər deməli amfoter hidroksidlər adlanır. Amfoter hidroksidlərə berilyum hidroksidini, alüminium hidroksidini, xrom 3 hidroksidini, ferrum 3 hidroksidini, sink hidroksidini, plumbum 2 hidroksidini və s. hidroksidləri misal göstərə bilərik. Deməli, bu nümunədə görürük ki, sink hidroksidi amfoter hidroksiddir. O əsas kimi dissosiasiya etdikdə müsbət yüklü sink iyonlarına və mənfi yüklü hidroksil iyonlarına dissosiasiya edir. Turşu kimi dissosiasiya etdikdə isə o müsbət yüklü hidrogen iyonlarına və mənfi yüklü sinkat iyonlarına dissosiasiya etmiş olur. İndi isə duzların dissosiasiyasına baxaq. Bilirik ki, duzlar, normal duzlar, iki qat duzlar, qarışıq duzlar, turş duzlar, əsasi duzlar və kompleks duzlar olmaqla bir neçə qruplara bölünür. Öncəliklə onu qeyd edək ki, normal duzlar, iki qat duzlar və qarışıq duzlar bir mərhələdə dissosiasiya edirlər. Normal duzlar suda dissosiasiya etdikdə müsbət yüklü metal və yaxud ammonium iyonu, eyni zamanda mənfi yüklənmiş turşu qalığı iyonlarına dissosiasiya edən mürəkkəb birləşmələrdir. Bu slaydda isə siz turş duzların dissosiasiyasını görürsünüz. Turş duzlar tərkibində metal atomları və turşu qalığı iyonları ilə yanaşı eyni zamanda hidrogen atomlarını saxlayan mürəkkəb birləşmələrdir. Turş duzlar digər deməli normal duzlardan fərqli olaraq mərhələli dissosiasiya edir. Birinci mərhələdə metal iyonları, ikinci mərhələdə isə müsbət yüklü hidrogen iyonlarına dissosiasiya edir. Beləliklə turş duzlar suda məhlullarda dissosiasiya etdikdə müsbət yüklənmiş metal və yaxud ammonium iyonları, eyni zamanda müsbət yüklənmiş hidrogen iyonları və mənfi yüklü turşu qalığı iyonlarını əmələ gətirən mürəkkəb maddələrə deyilir. Əsasi duzlarda isə gördüyümüz kimi normal duzlardan fərqli olaraq metal və turşu qalığı iyonları ilə yanaşı eyni zamanda tərkibində hidroksil qrupları da saxlayır. Bu cür duzlar da mərhələ ilə dissosiasiya edilir. Birinci mərhələdə turşu qalığı iyonları dissosiasiya edir. İkinci mərhələdə isə anion olaraq mənfi yüklü hidroksil iyonlarını əmələ gətirir. Beləliklə, əsasi duzlar suda məhlullarda dissosiasiya etdikdə müsbət yüklənmiş metal və yaxud ammonium iyonu və mənfi yüklənmiş turşu qalığı iyonları ilə hidroksil iyonlarını əmələ gətirən mürəkkəb birləşmələrdir. Bundan başqa kompleks duzlar da mövcuddur. Kompleks duzların dissosiasiyası da normal duzlarda olduğu kimi bir mərhələdə gedir. Məsələn, burada biz qırmızı qan duzunun dissosiasiyasını görürük. Deməli, belə duzlar dissosiasiya etdikdə burada müsbət yüklü metal iyonları və mənfi yüklənmiş, deməli, kompleks duzun daxili sferası əmələ gəlir ki, daxili sfera gördüyümüz kimi dissosiasiya etmir. O, çox çətin dissosiasiya edən bir hissəcikdir. Bu cədvəldə biz elektrolitik dissosiasiya zamanı turşu, əsas və duzların xarakterik xüsusiyyətlərini görürük. Məsələn, turşular üçün xarakterik ümumi iyon müsbət yüklü hidrogen iyonudur. Bu deməkdir ki, bütün turşular məhlulda dissosiasiya edən zaman müsbət yüklənmiş hidrogen iyonlarını əmələ gətirir. Deməli, məhz bu hidrogen iyonlarının təsiri nəticəsində indikatorlar rəngini dəyişir. Eyni zamanda müsbət yüklü hidrogen iyonları hidroksil iyonları ilə birləşərək su
əmələ gətirir. Əsaslar üçün isə xarakterik ümumi ion hidroksil ionudur. Mənfi yüklü hidroksil ionu bütün əsasların dissosiasiyası zamanı məhlulda əmələ gələn ümumi iondur. Bu ion da indikatorlara təsir edərək onların rəngini dəyişir və eyni zamanda müsbət yüklü hidrogen ionları ilə birləşərək gördüyümüz kimi su əmələ gətirir. Duzların isə ümumi ionları yoxdur. Onların ümumi ionları olmadığı üçün də duzların ümumi xassələri də yoxdur. İndi isə gəlin öyrəndiyimiz bu mövzunun əsasında çalışmanı icra eləməyə çalışaq. Deməli, çalışmada verilən bu maddələrin hər birinin 1 molunun tam dissosiasiyası zamanı bunların hansında bərabər sayda ionların əmələ gəldiyi hesablamaq soruşur. Gəlin bunu icra eləmək üçün biz verilmiş duzları elektrolitik dissosiasiyaya uğradaq. Gördüyümüz kimi birinci maddə dissosiasiya etdikdə 1 mol alüminium xlorid, xloridin dissosiasiyası zamanı 1 mol müsbət yüklü alüminium ionu və 3 mol mənfi yüklü xlor ionu əmələ gəlir. Nəticədə 1 mol duzun dissosiasiyasından cəmi 4 mol ion əmələ gəlir. İkinci duzun dissosiasiyasına baxaq, alüminium sulfatın dissosiasiyası zamanı 1 mol duzdan 2 mol müsbət yüklü alüminium ionu, 3 mol mənfi yüklü sulfat ionu əmələ gəlir. Toplam 5 mol ion əmələ gəlir. Beləliklə, digər duzların da dissosiasiyasına baxsaq, müvafiq şəkildə 1 mol natrium sulfatın dissosiasiyası zamanı 3 mol ionun, 1 mol natrium ortofosfat duzunun dissosiasiyası zamanı isə 4 mol ion əmələ gəlir. Beləliklə, birinci və dördüncü duzun dissosiasiyası zamanı əmələ gələn ionların sayı bərabərdir. İkinci məhlulda isə müsbət yüklü natrium, hidrogen ionları və mənfi yüklü karbonat ionları var. Deməli, bu ionların əmələ gətirdiyi birləşmə turş duzu olacaq. Bu natrium hidrokarbonatdır. Və üçüncü məhlulda isə müsbət yüklü alüminium və mənfi yüklü nitrat ionlarını görürük. Bu ionların birləşməsi nəticəsində alüminium nitrat duzu əmələ gəlir. İndi gəlin cavabımızı yoxlayaq. Gördüyümüz kimi birinci maddənin formulu natrium hidroksid, ikinci maddənin formulu natrium hidrokarbonat, üçüncü maddənin formulu isə alüminium nitratdır. Beləliklə, bugünkü dərsimiz uşaqlar sona yetdi. Bu dərsimizdə biz elektrolitlərin, yəni turşuların, qələvlərin və duzların dissosiasiyası ilə tanış olduq. Sağ olun, növbəti dərsdə görüşənədək.